Əslində düşünə bilərsən ki, qız bürcünün yoxluğu mənə çox təsir eləməz. Xeyr əzizim, eləyər. Qız bürcünün yoxluğu həyatında var idisə sənə çox təsir eləyər. Çünki çox detaylarda ilişən bir insan olduğuna görə sənə hər bir şeyin xəbərdarlığın eləyər. Bu sənin xoşuna gəlməz. Düşünərsən ki, özünü məndən ağıllı görsədir, xeyr. Sən mərtəbənin birincisində olanda o mərtəbənin 10-cusunda olur. Hər mərtəbəni araşdırır ki, mənim birinci mərtəbədəki dostum, sevgilim 10-cu mərtəbəyə qalxana qədər hər hansısa bir çətinlikdən keçəcək yoxsa yox. O sənə deyəcək ki, 3-cü mərtəbədə təhlükə var, özünü qoru. Sənsə özünü yekəxana sayıb o 3-cü mərtəbədən keçəndə yıxılıb ağzını burnunu əzib ona inanmadığına görə özünü zədələyəcəksən. Ona görə bir qız bürcünün insan həyatında böyük bir təsiri var. Həyatında bir qız bürcü olubsa, ondan 1 il, 5 ay vaxt keçirmisənsə, onun yoxluğu sənə çox pis təsir edəcək. Onun yoxluğu sənin həyatında böyük bir yer açacaq əzizim. Yoxsa, yox mənə təsir eləməz, bu cümlələri qurmayın. Qurmayın bu cümlələri.